Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Allah'a min mərtəbə şükür olsun ki, bu günləri bizə bu fürsəti verdi. Yenidən Türk dünyası, onlar nə cür özlərini tapıblar, nə cür dünyanı idarə eləyiblər və biz nələrdən ayrı düşdüyümüz üçün beynimizi nələrdən çaşdıqları, düşmənlərin qələbəsindən sonra beynimizi nələrdən çaşdırdıqlarından dolayı biz bu gün bu vəziyyətdəyik və atalarımızın mirasına sahib çıxa bilməmişik. Özəlliklə siyasi mirasına, hüquqi mirasına, düşüncə mirasına, fəlsəfə mirasına, anlayış mirasına, hətta din mirasına və hökumət mirasına, torpaq mirasına sahib çıxa bilməmişik. Bunun üçün gedirik bu günləri kitablardan görək ki, hansısı bugünkü şansımızın bəxtinə çıxacaqdır. Kitabları açıram və görək ki, tamam. Dünənləri bu Nəhvi Dəsturi Zəbani Türki. Gördük ki, bunun adını iştibah səhvi yazıblar. Bu Nəhvi Dəsturi Zəbani Farsi yazılmalı idi. Amma Türk dilində yazılıbdır. Yəni, burası fərqi buradadır. İndi ondan sonra gedirik bir ayrı kitab açdıq. Adı Məcmui Türki idi. O da çox gözəl şeirlər və axirdə 6 səhifə yazı idi. Düz yazı ki, onları da mən o 6 səhifəni oxudum. Bir az orada burada qələtləri nəzərdə almasaq, məncə çox əla bir kitab idi. Mən yəni qələt oxudum ya qələt dedim. Əgər onları nəzərdə alsaq, almasaq, belə çox dərin kitab, eşq haqqında və zahirən də bunun şeirləri ahəng üzərinə yazılmış. Amma mən onları bilmədim. Hakimətül Lüğətin. Bu kitab bilirik ki, çox bir cəlib kitabdır, amma mən bəlkə bunu birinci dəfədir ki, oxuyuram, ya da şayət də ikinci dəfədir ki, bu kitabı açıram. Burada əvvəl istəyirəm ki, bunun kağızına bir baxışımız olsun, görək ki, bunun kağızı necədir, nə vəziyyətdədir, necə saxlanılıbdır, harada saxlanılıbdır. Əvvəldə buna baxırıq, 736 deyə bir nömrə görürük, sonra da adın və sonra səhifəni beləsi görürük. Bu içidir kitabın, cildi deyil. Yazısı başlanır beləsi və bilmirəm harada yazılıbdır. Ehtimalı çoxdur ki, Cığatay Türklərində və Əfqanistanda, bugünkü Əfqanistan deyilən yerdə yazılmış olsun. Çünki oranın, görürük ki, nədir? Görürsünüz, gözəl bir nəqqaşi ilə başında başlayır. Məscidlərdə olan nəqqaşini burada kitablarda da görürük. Görürük, sonra külli mətləbi salıbdır bir çarçıvə arasına və çarçıvənin özünün eşik tərəfi abı rənginəndir, içəri tərəfi qərə rənginəndir. Gəlir nəzərimə, əgər mən qərə görməsəm və ortası, bu iki çarçıvənin ortasında biraz ağ qalandan sonra hər tərəfdən qalanı qızılı rənginə rəhlənibdir. Çox gözəl bir nəqqaşi olubdur. O birisi səhifədə aynı o cür nəqqaşısı yoxdur, amma kulli mətləbin dövrəsinə o cür o çarçıvəni qəşəng çəkibdir. Amma burada 287-ni görürəm, nədən olsa, niyə belədir bu? Bu ədəd burada qoyubdur 737. Bu əvvəldə nə idi? Bu da 736 idi. Nəcür olur beləsi? Ehtimalən 738. Nəcür olubdur bunun? Yəni əvvəlində səhifələr yox. Nəcür olubdur? Bu ehtimalən bir ayrı kitabın içində bir kitabdır. Burada 280-i də görürük, onu da görürük. Amma hər halda aynı çərçivə davam edir. Mətləb çox gözəl yazılıbdır və bu çərçivənin içi doldurublar. Bəzi yerdə qırmızı yazılar görürük. Beyt deyə yazılıbdır. Bəzisinin rəngi gedib azalıb, bəzisinin rəngi toxdur hələ və ondan sonra qalanı hamısı
qərə xətt ilə yazılıbdır, davam edir. Kitabı yazıblar 18 səhifədir. Muhakimətül Lüğəteyn yazıblar 18 səhifədir. Hər səhifə ki PDF-də elə bir səhifədir. Onun üçün mən bunu axır səhifəsinə gəldim. Gedək bunu əvvəldən oxuyaq, yəni çox deyil, bunu rahatca oxumaq olar. Böyüdək görək ki, burada nə mənələr oxuyuruq. 736 277 bunlar nə deməkdirlər? Onları hələ bilmirəm. Gedək aşağıda bir möhür gördük. Görək bu möhür əgər oxuna bilsə. Yox, möhürü görürsünüz ki, yekətdim də oxunmur. Ən azından mən oxuya bilmirəm. Yəni bəlkə dostlarımızdan ki, bu qəziyyələrdə işləyiblər, özəlliklə tamğalar və toğralar üzünə işləyənlər onlar eləyə bilərlər, bəlkə bunu oxusunlar, amma ya da şeyləri olar, yəni bundan bir tanışıqları olar. Yenə aynı burada da vardı. Həsən, Hüseyn, Allah, Əli, bir dənə orada bir şey yazılıb oxuya bilmirəm. Əli ilə Əla kimi bir şey ola biləcəkdir. Li Allah, Həsən, Hüseyn, Ali, Məhəmməd, Cəfər, Musa, yenə Ali, Məhəmməd, Ali, Hüseyn, Məhəmməd, Yəsid, nə mənədir belə bir şey. Lo İbni Xal. Yəni çox içində çox yazı yazılıbdır, çox da oxunmur, amma birazını oxuya bilirəm. Orada burada bir şeylər oxuya bilirəm. Gedək görək bu səhifənin ortasında Bismillahirrahmanirrahimin yerinə nə yazıbdır? Burada şeyin ortasında o nəqqaşi çəkiblər, onun ortasında bir şey yazıbdır. Əl-Adil oxuya bilmirəm. Bu xətti buna kufi deyirlər, nə deyirlər? Hər halda o mənim zorum çatmadı oxumağa, onu bunu bir bildirəlim ki, mənim zorum çatmadı oxumağa. Amma bu kitabı qəblən buna tabi bir yəni Muhakimətül Lüğəteyn indi görürəm ki, ehtimal verirəm oxumuşam. Bismillahirrahmanirrahim. Elhamdülillah amtazəl insani alə sairil məxluqati beşərəfin nutqi vəl lisani və azhara min uzubəti lisanihi və hələ uzub şirinlik uzubəti lisanihi və haləvəti bəyanihi sukkərə şükri və şəhdə şühudi vəl imtinan rubai. Burada rubaini qırmızıca yazmayıbdır, qərəcə yazıbdır. Ey söz ilə qılğan afərinəşə ağaz. Ey söz ilə qılğan, söz ilə yəni Allahın Quranda bilirsiniz bir ayəti vardı. Buyurur ki, İza əradə şeydən fəqalə hala yadıma gəlmir orası. Kun fəyəkun. Ol. Ərəbcəsində də iki hərfidir kon. Onu deyir ki, ey söz ilə qılğan afərinəş ağaz. Afərinəşin başlamasın qıl sözü ilə, yəni ol sözü ilə, ya kun sözü ilə başladın. İnsanını arada ilakan məhrəm-i raz. İnsanını, yaratdığın insanı arada ilakan, arada olarkən məhrəm-i ilakan məhrəm-i raz. Arada elədin məhrəm-i raz. Kün fəyəkun səhvəsiğə buldu təraz. Kün fəyəkun. Bu o ayədir da, o ayə ki Quranda vardı. Onun bu iki kəlməni seçibdi ayənin ortasından.
Cün, cün əlbəttə cün yazıb amma çün mənasındadır. Cün kün fəyəkün səfhəsiğə buldu taraz. Çünki bu kün və yəkün səfhəsi açıldı, taraz oldu. Taraz yəni taadul ikisinin iki tərəfin arasında bir oldu. Qılğan anı nütq ilə baridən yen mümtaz. Qılğan anı onu nə ilə şeylədin? Nütq ilə baridin yəni Allahın tərəfindən mümtaz elədin. Subhanallah ni qədrət kamilə dürkim insani xəyyərtu təytinəhu Adəmə biyədi 40 səbahən kəriməsi məzmuni birlə əlləməl insanə əlləməl əsmaə kulluha. Bu iki dənə ayə. Birincisi fikir edirəm ki, xəyyərtu tinəhu Adəmə biyədiyyə 40 səbahən. Fikirəm bu hədis olacaqdı əgər olsa, bilmirəm nə qədər. Quranda mən belə bir şey görməmişəm, yadıma gəlmir, bəlkə də görmüşəm. Kəriməsi məzmuni birlə əlləməl əsmaə kulluha nə deməkdir? Qabiliyyəti birdir və ani əl-mütəkəllim ismi məzhər qıldı. Ani yəni insanı əl-mütəkəllim danışan ismi ilə yəni məzhər qıldı. Ta ol bu məzhəriyyət şərəfi din cəmi məxluqatgə sərəfraz buldu. Və tu şərif, ehtimalen bu şərif olacaqdır. Bi ilə barisidin imtiyaz tapdı. Rubai. Yəni ki, cu aləmni yarattı məbud. T iki dənə yazıbdı. Yarattı. Təbrizdə də şeydə də Azərbaycanın Qaradağında da t biz iki dəfə deyirik. Yəni ki, cu aləmni yarattı məbud, aləm ilka qudrət ilə birdi vücud. Burada birdi vücud yəni birdi vücud, verdi vücud da ola bilər. Aləm ilka yəni aləm ona, aləminə. Qudrət ilə birdi vücud, insan idi məqsud ki buldi mevcud, insan din həm həbibi irdi məqsud. İnsan deyən həman. İnsan din həm həbibi irdi məqsud. Mütəkəllimi ki, ərəbi füsəhası bəlağəti gülbancın, sipehri gülşənidin aşurğanda inenk bülbül nütqi. İnanın bülbül nütqi. Ana afsahu ternemi bilə. Ana afsahu ternemi bilə alarni zaban bəst və dəaviləri avazisin yerna pəst qıldı. Yerna pəst qıldı. Rubai. Ol vaxtı ki ni aləm idi, ni adam. O vaxtı ki nə aləm idi, nə adam. Ol vaxtı ki ni aləm idi, ni adam. Qılmadı durdi bularni sün ilki rəqəm. Qılmay dur idi bularni ni sün ilki rəqəm. Ol vaxtı ki ni aləm idi, ni adam. O zaman ki nə aləm var idi, nə adam var idi. Qılmay dur idi bular. Bunları qılmaqdır mənzur. Ni sün ilki rəqəm. Nəinki sün yaratmaqdır. Ərəbcə sözdür. Tamam vücud ortaya gəlməmişdən Həzrəti Adəm tün ol özünün xilqətidin ördü dəm. O dəmdə onun xəlqəti üçün idi. Belə bir şey
məntuqi idi kuntu nəbiyyən fəəfhəm. Məntuqi yəni onun sözünün içi buyurdu ki kuntu nəbiyyən, mən o zaman nəbiydim, fəəfhəm düşün. Və sallallahu aleyhi və alihi ət-teyyibinə və əshabihi tahirinə və səlləmə təslimən kəsirən kəsira. Bəllidir ki, bu adam türkcəni yazanda ərəbcəyə çox müsəllət imiş. Xəttin gözəlliyi bir tərəfə, əlbəttə bəzi yerdə nöqtələr, 3 dənə nöqtə qoyur kəlmənin üstünə, altına. Gözəlliyi çünki yəni o necür deyim, balansı saxlasın kəlmənin yazısında. Təkəlləm əhli xərməninin xuşəçini. Təkəlləm əhli xərməninin xuşəçini. Burada bir dənə də bir şey ki vardı, görürəm, mənə calib gəlir, o da məsələn xərməninin, bu xərməni bunu ayrı yazır, sonra nini. Yəni bu kitabda çox kəlmələri bir-birindən ayrı yazır. Bu da bizim məsələn bugünkü imlalarımızla biraz fərqli görünür. Təkəlləm əhli xərməninin xuşəçini və sözdür yəmini məxzəninin əmini və nəzmi gülüstaninin əndəlib nəğməsərayi, yəni Əli Şir el-mütəxəllis bin nəvai qəfərə zünubəh. Mən demişdim ki, bu oradan olacaqdı. Əvvəldə o nəqqaşəsindən və yazı türündən, burada da ona işarə elədi. Əli Şir el-mütəxəllisi bin nəvai qəfərə zünubəhu və sətərə uyubəhu. Mundaq qərəz, mundaq ərzi qılır. Mundaq ərzi qılır kim? Bu söz dördü kim? Anın dəryası. Söz dürri, həman dur. Söz dür kim? Anın dəryası gönüldür. Söz bir dürrüdür, şeydir, onun dəryası gönüldür. Yəni, gönülün içində, ürəyin içində, ürək bir dəryadır ki, onun içində söz var. Söz də o dəryanın dürrüdür, mürvarididir. Qılır kim? Söz dürridür kim? Anın dəryası gönüldür və gönül məzhəri dür kim? Məzhəridir kim? Cami-i məani cüzv-i küllüdür. Andan ki dəryadın gövhər qəvvas vasitəsilə cilvə nümayiş qılır və anın qiyməti gövhəriğə görə zahir bulur. Gönül din dahi sözdürri nütqi şərifiğə sahib ixtisas vəsiləsi bilə güzariş və arayış görküzür və ayinin qiyməti həm mərtəbəsi nisbətiğə bağa intişar və iştihar tapar cövhər qiymətiğə nəçün ki məratibi əsru kübdür. Cövhər qiymətiğə nəçün ki məratibi, nə çükdür əlbəttə burada yazıb, nə çox ki məratib, nə çox ki ehtimalən olacaqdır, nə çox ki məratibi əsru kübdür, hətta ki bir dirəm din 100 tuman, bir dirəm din 100 tuman kaça desa bulur. Hətta, bu da calibdir, bir şeylər burada mənə çox əcib gəldi. Hətta ki bir dirəm din 100 tuman kaça desa bulur.
Deyir ki, hətta bir dirəm din 100 tüman kaça, 100.000 kaça desən, genə desə bulur. Qət'ə. Bir qət'ə yazıb görək, o qət'ə nədir? İnci həman elə incidir da türkcə, yəni o murvarid, bir nosudan tutan murvarid. İncini alsalar müfərrih üçün min bulur bir dirəmğə bir misqal. Bir bulursam ki şah qulaqqa salur, qiyməti mülk ibrəsi əmbal. Sözdürinin təfavütü mundin dağini, gayet rag و mertebesi mundin həmini, nəhayət rag durandaq, nəhayəti ragi durandaq ki şərifi dini olqan bədənğə ruhi pak yetar. Keyfi din həyat, keyfi din həyatlık tənğə, keyfi din sözündəndir də mı? Keyfi din həyatlık tənğə zümri həlak, zəhri həlak, zümr əlbəttə zəhri də oxunur. Zəhr həlak xasiyyəti zuhur itar. Qət'ə. Söz gövhəridir ki rütbəsinin şərhidadır əhli nütq aciz. Şərhindadır. Şərhidadır əhli nütq aciz. Andan ki irür xəsis mühlik. Andan ki irür xəsis mühlik. Gör güzgü çədir Məsih müciz. Və bu sözünün tənəvvüi təəqqüldin nari və təsəvvürdin taşqaridir. Əgər mübaliğəsiz icmali yüzidin qələm sürülsə və ixtisar canibidin rəqəm urulsə, 72 növ bilə təqsim taparida. Xod heç söz yoxdur ki 72 firqə kəlamiğə dəlalət qılğay, amma ölçə təfzilidir. Oldur kim rüb'i məskunin 7 iqlimi din, hər iqlimdə neçə keşvər var və hər keşvərdə neçə şəhər və qəsəbə və kind və hər dəştidə neçə xeyli xiyal səhranişin ulus və hər tağının qolları da və qullələri da və hər bəhrinin cəzairi da və səvahili da ni təvaifi bar. Hər cəmaət əlfazi özünə Lauriddin özünə Lauriddin bu nə olur? Kalauriddin özünə Lauriddin və hər güruh ibarəti yana Lauriddin özünə Lauriddin. İndi bu yana Lauriddin nə deməkdir? Onu mən qalmışam. Yəni buradan bir çoxunun bəlkə mənasını orada-burada hədsi vura bilirdim nədir? Amma bu və hər güruh ibarəti yana Lauriddin mütəğəyyir və bir neçə xüsusiyyət bilə
mütəməyyizdir ki, özünə larda, öz nalarda yoktur. Andak ki tuyuru behayı musiba'ninin tilları kim her birinin özünə çə xuruşu tikəllümləri özünə çə özlərinə görə özünə çə xuruşu tikəllümləri bar və qeyri mükərrər nəva və tərənnümləri amma cün əlfaz və ibarət din murad mənidir və məzkur məxluqat din məqsud insan məxluqat din yəni məxluqat din məqsud insandır. Bir də bura amma cün əlfaz və ibarət din ibarətdən murad mənidir və məzkur məxluqat din məqsud insandır və ol məzhər məani və bəyan söz ayının sözündə və ol məzhəri məani və bəyan söz ayının sözündədir və təküllüm anın kəlami da barver imdi gəldük söz bəyanığa və kəlam dastanığa münçə mütənəvvi şəhri və qura və cibal və səhra və pişə və dərya xilqəti ya xəlqi kim bitildi və tənəvvü və təğəyyürünü şərh itildi ki məcmui da məni ədası da الفاظ تل kalkilur ki mecmuə da məni ədası da alfaz dil haman dil kalkilur və ol alfaz din məni fəhm bulur barçası çox gözəl. Yəni indi bu əl'an dil teorisində bu sözlər gedir. Yəni Allah əgər ölmüşsə rəhmət eləsin, qalırsa uzun ömür versin. Döşgür Mehdi Mohsinyan Rad adlı bizim bir ustadımız var idi. Danışgahda bizə dərs verirdi. Onun bir mənişinası kitabı var. Ki sonunda da onun iddiası budur ki bu Sazman-ı Miləldə də qəbul olan, UNESCO-da qəbul olan bir teoridir. O teorini orada yazanda teorini orada yəni yazıbdı. Orada buralı danışır. Əslində biraz bunu açıqlayıbdı. Yəni bu söz həman sözdür. Deyir ki biz əlbəttə burada çox cəlib deyir. Tamam canlılar ki vardı, səs çıxadırlar. Bunlar hər birinin özünə xuruşu təkəllümləri var. Hər birisinin özünə. Üstə dedilər ki, tuyuru bəhayu musibanın tilləri kim? Hər birinin özünə çə xuruşu təkəllümləri var və qeyri mükərrər nəva və tərənnümləri. Deyir ki, onların qeyri mütəkərrir, hər şeyin özünün bir qeyri mütəkərrir, təkrar olmayan nəvaları və tərənnümləri var. Amma cün əlfaz və ibarətdən murad, ibarətdən əlfaz və ibarət ki, ağızdan çıxır, o səslər ki çıxır, onlara əlfaz-ı ibarət deyir. Əlfaz yəni səslər, ibarətlər də yəni o kəlmələr ki, bir-birinə yapışırlar, biz ona cümlə deyirik. Deyir, murad mənidir, deyir, onlardan murad nə mənədir? O məna, bir mənanı istir deyə. O məna nəcür olur? Onu istir deyə. Və məzkur məxluqat din məqsud insandır. Deyir ki, o məxluqatın dedikləri, yəni o nə mənən istirlər deyələr. Məzkur, zikr dildə ağızdan çıxan sözlər, səslər. Məzkur o məna, onun içində olan o şeylər ki, zikr olunur. O deyir ki, mənidir və məzkur məxluqat din məqsud insandır. Məqsud insan sözdən nədir? O şeylər ki, bu sözün içindədir, gizlidir. Söz ona işarət edir. Və ol məzhər məani və bəyan söz ayının sözündə. Söz ayının, yəni söz sahibinin. Və ol məzhər məani, məaninin
məzhəri görüntüsü və bəyanı söz ayının sözündədir. O söz sahibinin sözündədir o məani. Deyirik ki, indi məsələn bir səs çıxardırıq, deyirik ki, qar qarılır. Bu əvvəl səsdir bizim ağzımızdan çıxadan. Bunun içində bir məna var. Nə mənə? Əlan mən görürəm ki, qar qarılır. O qarı anlamasa onu anlamaz. Yəni bilməsə məsələn bir dənə məsələn deyək Afrikalıya desən ki, qar qarılır, o qardan xəbəri yoxdur. Mən yadıma gəlir biz Türkiyədə sürgündə yaşayanda kəmpidə yaşırdım. Kəmpidə bir insanlar da var idi. Afrikadan gəlmişdilər. Onlar da biz qaldığımız kəmpidə qalırdılar. Qış idi, çox da qar gəlirdi. Adamlar çıxmışdılar, bundan oynurdular, götürürdülər, yeyirdilər, dadırdılar. Baş tapmırdılar nədir? Mən soruşdum, dedi ki, birinci dəfə ömrümdə qar görürəm. Onun mənası olmayanda siz o sözü, məsələn, eyni elə bir Çinli danışır bizlə. Çünki bilmir o nə deyir ki, onun mənası bizə yoxdur. Onun mənası kimdədir? Söz danışandadır. Yəni o söz danışan o mənanı yaradır. Məsələn, biz deyirik ki, qar adam, bunu biz yaratdıq. Qar adam. Bunu biz yaratdıq. Bu sözü biz yaradırıq, mənanı qoyuruq o sözün içinə. Onu istir deyə. Əgər o bizə qulaq asan müxatəbimiz o sözlə, o səslə, o dillə tanış olsa, o anlar onu. Mənanı anlar. Biz nə istirik deyək. Bizim qəsdimiz nədir bu səsdən ki, ağzımızdan çıxardır, onu anlar. Amma əgər o bizim dilimizlə tanış olmasa, anlamaz. Onun üçün məsələn mən Allaha şükür olsun 4 dilə müsəllətəm üst-üstə aşağı yuxarı oxuya bilirəm, anlaya bilirəm, düşünə bilirəm. Yavaş da olsa hər halda türkcə kimidir. Yəni türkcəni oxuya bilirəm, anlaya bilirəm. Bir azdan çoxdan indi yaxşılaşmışam yəni. Elə o cür. Onun üçün məsələn mən bu 4 dildə biri danışsa azdan çoxdan anlaram. Amma mümkündür. Məsələn gecə baxırdım ərəbcənin bəzi kəlmələrinə. İndi istəyirəm ki, daha yaxşı öyrənim. Türkünün yanında istəyirəm inşallah Allahın lütfü ilə ərəbcəmi də gücləndirim. Onun üçün bəzi kəlmələri baxırdım. Tələffüzün belə başarmırdım. Gündəlik sözlər, məsələn, heyvan adları idi, ya şey adları idi. Məsələn, istota nə deyirlər? İstot, ya filfil, farsca deyilir. Bizdə istot. İstot nə deməkdir? Məsələn, bu ərəbcədə, indi yadıma düşmür ki, indi yadıma düşmür. Murtəbilə, belə bir ad, indi hər halda yadıma düşmür. Bəli, istəyirəm deyəm ki, yəni onun mənə hələ indi də biri desə, bəlkə yadıma düşər, bir anlamı olar. Amma əgər dünən saat axşam 7-də biri bunu desəydi, mənim bunu anlamazdım. Onun üçün bunu deyir ki, ol məzhəri məani və bəyanı söz anının sözündədir. Söz sahibinin sözündədir o məani. Və təkəllüm anının kəlami da barır. Və təkəllüm onun, söz sahibinin təkəllümündə, o kəlamında barır, yəni barmaq, yəni yaşamaq. Yəni o söz sahibinin sözündə, indi mən buradakı hər nə deyirəm, o anlamlar, ya bu kitabı oxuyuram, bu kitabda yazılan sözlər bunun kəlamında barınır, yəni yaşır, barır. İndi gəldik söz bəyanığa, gəldik sözün, görək söz nə deməkdir? Və kəlam dastanığa və kəlamın hekayəsinə. Müncə, mütənəvvi, şəhr və qura və cibal və səhra və pişə və bişə və bişə bu dərya ki, xəlqi kim bitildi. Deyir ki, bu şəhər, kət, qura, kətlər, cibal, dağ, səhra, çöl, bişə, meşə deyil, biraz məsələn, nə cür deyim, biraz ağacı var, çolu var, çox köllük məsələn. Və dərya,
xəlqi kim bitildi və tənəvvü və təğəyyürünü şərh itildi. Bitildi görürsünüz ki, yəni bitdi vardı, yəni hazırdır. Bitmaq sözündəndir. Bitmaq bir şey göyərir də, onu deyir. Dərya xalqı kimi bitildi və tənəvvüt və təğəyyürü şərh itildi. Onun da şərh verildi ki, etildi, elə bizdə də deyir ki, elədi, ya olundu, itildi. Ki məcmuida məni ədası da alfaz til kalkilur. Deyir ki, məcmuda ədası, məni ədası, mənanın əda eləməsi, bəyanı da alfaz til, alfaz dildə gələn alfazdan, alfaz til, tilka, dildə gələn alfazdan kilur, kilur, yəni gəlir ya, gelir, dildən gəlir. Bura məncə rahat, yəni anlaması çox rahatdır. Və o əlfazidin məni fəhmi bulur. O əlfaziddən məni fəhmi bulur. Məna anlaşılır. Yəni, dediyim kimi, o tərəfin gərək zehnində ola ki, bu məna verə. O da aynı dili danışa bilə, aynı sözləri bilə. Məsələn, biz bəzi kitablar burada oxuruq, mənasını bilmirik. Onda nə olur? Zehnimizdə heç zat yoxdur. Burada alver olunmur. Bir də ki, məcmuida məni ədası da əlfaz tilna kiliyor və o gəliyor və ol əlfaz din məni fəhm bulur. Parçası o dillərdən bir parçası ərəb dili fəsahət ayini bilə, mümtaz və bəlağət təzyini bilə, mücizə-i tərazdır. Kim heç təkəllüm əhlinin bunda dəvisi yoxdur. Heç kəs bunda bir şəkki yoxdur ki, ərəb dili bəlağət təzyini ilə mücizə-i tərazdır. Kim heç təkəllüm əhlinin munda dəvisi yoxdur və sözü sidqi və işi təslim oqdur. Oq, təslim oqdur, ona təslimdir. Əlbəttə, burada ox da demək olar, ox kimi, yəni düzdür. Yəni. Kim məliki Əllam cəllə və əlanın kəlami müciz-i nizami ol til bilə nazil və Rəsul əleyhissalatu və səlamının ahadis səadət əncami o lafzi bilə varid bulubdur. Deyir ki, niyə möcüzədir? Deyir, bu cəhətdən ki, Məlik-i Əllam Cəllə Əlanın, Allah-u Teala'nın kəlam-ı möcüz nizami o dillə, o til bilə, yəni o dililə, o til bilə nazil olubdur və Həzrəti Rəsulun sallallahu aleyhi və Rəsul əleyhissalatu və səlaminin əhadisi səadət əncami ol lafzi bilə varid bulubdur və əvliya-i kibar və məşayix ali miqdar qıddəsallahu teala əsrarəhum kübrak həqaiq. Kübrak, indi gübrakdır ehtimalən. Bizdə gümrah sözü, bunu oxudum, yadıma düşdü. Bizdə gümrah sözü, o gümrah ki, farsçada işlənir, qomrah deyirlər, o deyil. Bizdə gümrah, yəni çox ali, çox yuxarı bir şey. İndi buna misal zehnimə gəlmir, amma məsələn, biri çox şad olanda deyirlər, filan kəs çox gümrahdır. Yəni, kefi sazdır. Bizdə gümrah sözü belə işlənir. Burada da indi güprak oxunacaqdır, ya küprak oxunacaqdır. Onu mən təşxis verə bilmədim. Və əvliya-i kibar və məşayix ali miqdar qəddəsallahu teala əsrarəhum küprak
Mən istirdim yəni o gümrah kimi bir şey olar burada. Kübra ki həqaiq və məarif ki suru büturlar və məani zibaların təqriri libasığa gətirib dururlar. Soru büturlar, soru ehtimalə həman soru şeydir, sormaq, sual. Soru buturlar yəni tuturlar, soruşurlar, buturlar və məani zibalərin təqriri libasığa geydirib dururlar. Ol fərxundə ibarət və ol xücəstə əlfaz və işarət bilə vaqi bulubtur. Allah Allah ol ruzi ruh افزادانی مزارت و مدارت و ol gülsen dil asadani asadani نزاحت درکیم آنون باغبانی و انزلنا من المعصرات ما ان سجاجا لنخرج به حبا و نباتا و جنات الفافا. fikir edirəm ki bu Sure-i Ər-Rəhmandan bir ayə olacaqdı. Mənə belə gəldi. Amma hər halda yəni o Qurandan bir ayədir məncə. Kəriməsi ayının dilasani nüzhət dürkim anın bağbani və ənzəlna minəl mu'sirati ma'an səccacən linuxrəcə bihi habban və nəbatən və cənnatin əlfafən kəriməsi bilə təkəllüm qılır və əndəli bi xuşnəvasi nübüvvət bəyani bilə və risaləti nəğmi əlhani bilə surud görgüz surud görgüzü surud görgü züründükür bulğan. Bilmədim bu nə cür oxunacaqdı. Surud görgüzü ründükür görgüzür və məzkur. Tamam, oldu. Nəğmi əlhani bilə surud görgüzür və məzkur bulğan tüyuri din bəzi لو کشف الغطاء ما ازددت یقینا ادası bilə tərənnüm nəhayətiğə yetar və sair quş yeter həman yetar və sair quşları vilayət izhari və hidayət asari din nəvai irşad amin ayin nəvai irşad ayin və sədai rəşad təlqin izhar itar beyt تا که بلغای جهان باقی bu gülşən meyvədar olsun. تا که بلغای cahan باقی bu gülşən meyvədar olsun. Hərimi da bu bülbüllarğa bu gülbanc bar olsun. Mundin sonra bundan sonra 3 no til dürkim asl və mü'təbərdir. 3 növ dil var. Bundan sonra deyir, indi bu sözləri dedik. 3 növ tildir kim asl və mü'təbərdir və ol tillar ibarəti cövhəri bilə qailinin əda siğər yür və hər qayesi və hər qayesinin furui biqayət köptür. Köptür ehtimalən köp bizdə şişmaq anlamına gəlir. Bilmirəm ayrı mənəli. Əlbəttə məsələn köprü də ola bilər. Genə də şişmaqdır da, yəni yerdən bir şey çıxır, o da köprüdür. Köpmək
Bizdə vardı köpmaq, qarın şişir. O da vardı. Ehtimalən o ola, amma ayrı mənisi də ola bilər. Onu mən bilmirəm, zehnimə də gəlmir. Çünki türküdə savadsızıq da biz. Mən savadsızam, yəni özümdən danışıram. Bundan sonra 3 növ tildir kim əsl və mötəbərdir və ol tillar ibarəti cövhəri bilə qayilinin, qayili deyənin, sözü deyənin, o dillərin danışanın qayilinin ədasığa riyur və hər qayisinin furui, qeysi kimi deyilir, amma o deyil, yəni hər qayisi qayili deyəni, qayisinin furui bəğayət köptür. Köptür çoxdur kimi də olar şeydir. Amma türki və farsi və hindi əsli tillarının mənşəidir. Görürsünüz burada bir bölü-böldür. Deyir ki, 3 dənə dil çox mühümdür. Furui də çoxdur. Yəni bunlara bağlı olan dil, ləhcələri də çoxdur. Köpdür. Mən bunu köpdür, yəni dediyim kimi, yəni çoxdur. Amma onlardan biri kimdir? Türki və farsi və hindi əsli tillarının mənşəidir. Deyir, bu 3 dənə dil dillərin mənşəidir. Bizim dostlarımız indi bunu danışanda bir neçə nəfər tanıram ki, deyir, türk dili o birisi dillərin anasıdır. Məsələn, adama biraz əcib gəlir ki, necə məsələn? Amma görürük ki, bu kitab ki, Muhakimətül Lüğəteyn də adı və 18 səhifədədir, əlbəttə bu qabaq, əlbəttə bunun uzun şeyləri də vardı. Mən hətta özüm belə axtarsam, indi burada Muhakimətül Lüğəteyni burada axtarsam, əgər tapsam, bir yazım görüm ki, məndə neçədən ası bundan var. Muhakimətül Lüğəteyn. Alan burada biz 2 dənə görürük. Mən icazənizlə bunları elə açım. Burada görək ki, hansısı birini açdıq. Əgər o birisini də aça bilsək. İndi bunu əlan oxuruq. Yəni bu ikincisini oxuyuruq. Burada gəldi. Bu məcmu Türki, Fehrist Nüxbulan İran, Muhakimətül Lüğəteyn, nüsxəhay xətti İran. Bu hələ download olmayıbdır. Fehrist nüsxəhay xətti İran, fənxa be kuşiş Mustafa dirayəti. Burada hətmən bir dənə daha burada olacaqdı, amma bu gəlincən hələ biz o birislərə baxalıq. Aha, gəldi. Burada bunu qabaqcan öncələrdə bunu biraz mərifə eləmişəm ehtimalən. Ona görə bunun axiri necə edibdir? Bu da əgər səhv eləmirsəm Ayətullah Mərəşinin kitabxanasından, yox, bu yazıb Tehran Sazman Əsnad və Kitabxanə Milli Cümhuri İslami İran. Bu orada yazılıbdır. Yəni onun kitabxanasında Cümhuri İslaminin Sazman Əsnad və Kitabxanə Milli Cümhuri İslami İran, oradan bunu nüsxəhay xətti İran, fənxa, cildə əvvəl, ayin-i ucubə be kuşişi Mustafa dirayəti. Bunu hələ mən heç fikir edirəm ki, mərifə eləməmişəm. Əcəba bunda məsələn şey varmı? Görək ki, Muhakimətül görsətmir. Çünki əksidir mütəəssifanə, içindəki yazıları görsətmir. Hər halda burada da hətmən vardı ki, bu kitabı gətirdi. Amma bir dənə də bir iş görək, yenə qeydaq bura elə. Bu Muhakimətül Lüğəteyn yazmışdıq. Lüğəteynin götürək. Muhakimə qalsın, görək ki, burada neçə dənə gətirir. Bir dənə də burada vardı ki, 103 səhifədir bu da. Biri də 90 səhifədir. Bu 18 səhifədir ki, əlan ehtimalən oxuyuruq. Bu o olacaq. Yox, bu ya yetişməmişik oraya da ki, bəli, yetişməmiş. Bura odur.
Tamam, bu odur. Bu da bu 18 səhifə. Bu da elə hamandır. Yəni təzə açdıq. Bu da hamandır. Bu da bir ayrı. Bu da ki dedik odur. Bu nədir? Məcmui Türki. Muhakimətül Lüğətin buradaydı. İndi biz buradayıq. Yəni bunu oxuruq. Bir bunu açmışıq. Bir də indi dedik bu haman yerə gəldi. Bu da əlbəttə biraz fərqli yerdir, amma budur. Hər halda indi bu neçə səhifədir? Bu da 18 səhifədir. Bu da 18 səhifədir. Bu da 18 səhifədir. Bunlar da geçmişdəki kitablardır. Tamam. İndi biz bunu oxuruq. Xələfə ilə bunu oxuyaq. Görək ki, biz bunu oxuyuruq. Bəli, çünki biz yetişdik ora dillərdən danışdı. Dedi ki, bunların və amma Türkçe o Farsi o Hindi əsli tillarının mənşəidir ki, Nuhi Peyğəmbər sallallahu əleyhinin 3 oğlu kim yafis u sam hamıdır yetişir. Yəni o 3 dənə dili bunlar Nuhun oğlu yaradıbdı. Oğulları və bu mücməl təfsili budur kim? Mücməl yəni xülasə. Mücməl təfsili budur kim? Nuh əleyhissalam tufan Tüşürdün yəni ehtimalən daşmaqdan gəlir. Nuh əleyhissalam tufan daşıtdı. Nuh əleyhissalam tufan tüşürdün nəcat və yəni oradan və tüşürməkdən nəcat və anın mühləkəsindən həyat tapdı. Aləm mə'murəsi da bəşər cinsidin. Asar və insan noidin. Numudar qalmaydı və qalmaydır irdi. Qalmaydır irdi. Yafis niki təvarix əhli Əbu Türk bitirlər. Deyir ki, Yafis ki, ona Türk dilinin ya Türklərin dədəsi deyirlər. Yafis ni ki təvarix əhli Əbu Türk bitirlər. Xəta ehtimalən xətadır yəni. Xəta mülki kambardi. Xəta mülki və samni ki Əbulfərs bitirlər. İran və Turan və məmalikinin vustada vali qıldı. Bu birisi də şeydir, nə məniydi adı dedi? Sam. Sam ki Əbulfərs, Fars dilinin, Farsların dədəsidir. Bitarlar İran və Turan və məmalikinin vustada, ortada yəni bu ikisinin vali qıldı. Və Hamni, Ham adlı adamı da Əbulhind dibdur. Əbulhind dibdurlar. Ona Hindilərin dədəsi deyiblər. Hindistan bəladiğə üz attı və bu 3 peyğəmbərzadə اولاد و اتباعی مذکور بلغان məmalikdə yayıldılar və qalın buldular. Qalın buldular, yəni çoxaldılar. Qalın, bizdə qalın demək, yəni farsca zəxim, ərəbcə sözdür, zəxim. Qalın, məsələn, lavaşdan qalın, məsələn, çükədir, bərbəridir, təndir çükəsidir. Qalın, o qalın o anlamdadır. Məsələn, filankəsin zəmisi qalındır, yəni çox gətiribdir, o anlamda. Qalın, yəni çox, beləsi deyək. Qalın buldular. Nədənsə bunun xətti biraz dəyişdi burada. Yəni xətt dəyişmədi ha. Elə bir ki, mən bunları fərqli görürəm, yoxsa bir dəqiqə görürüm nədən isə.
Üstləri görmürəm, amma bunları fərqli gördüm. Bilmirəm ki, monitorun səfəsi belə oldu, yoxsa hər halda qalın buldular. Və Yafiz oğlanı ki Əbu Türküdür, tarix əhli ittifaqı bilə dibdürlər ki, nübüvvət tacı bilə, sərəfraz və risalət mənsəbi bilə, qardaşlarıdan mümtaz buldu. Yafiz ki, türklərin dillər dədəsidir, həm peyğəmbərlik onun nəslinə keçdi və risalət mənsəbi bilə qardaşlarından mümtaz buldu. Qardaşlarından bu risalət məsələsinə görə çox fərqli oldu. Cəlib budur ki, ərəb dili bunların içində deyil, üç dilin içində. Bu mənə çox cəlib gəldi. Çünki peyğəmbərlər ərəblərdəndir. Özəlliklə son peyğəmbər ərəblərdəndir. Əlbəttə, Yəhudilər peyğəmbərləri çıxıblar özlərinə. Və üç dil ki, türki və farsi və hindi, bulğay, bu üç avinin ovladı və ətbai arasida şair buldu. Çün Ham Nuh əleyhisselamğa bi ədəblik qılğan cəhəddin anın çox gözəl bir hikayəsi var. Yox, şeydən deyilmiş. Nə deyək? Görürüm ki, bunu oxuram da mən. Əcəba bu bunda da o var, aynı irad var və bu 10 deymiş. Tamam, biz gedək bura. O əksin aynısında vardı. Yəni o birisi səhifədə də vardı, amma indi həman yerə baxıram, orada o yoxdur. Mübarək dili nə oldu? Üstdəki dedi ki, Ham Nuh əleyhisselamğa bi ədəblik qılğan cəhəddin anın mübarək tilinə Ham barisida qarğış otub irdi. Qarğış nalə nifrin. Qarğış eləmək, qarğamaq da ondandır da, qarğıdır. Qarğı bizdə suyun içində ney bitir? Ona da qarğı deyirik. Çünki bir məhsulu yoxdur. Suyun içindədir, amma barbərəsi yoxdur. Dərd edəyən bir şey deyil əslində. O da oradan, qarğış da bəlkə elə o sözdən gəlibdir ki, nemətin içindədir, amma bir şey yoxdur. Ona görə məsələn Allah uzaq eləsin, bəzi adamları qarğış eləyəndə məsələn deyirlər sonsuz qalasan, öləsən, dədən ölsün. Yəni əlində bir nemət yox olsun. Qarğış onu deməkdir, qarğımaqdır. Mübarək tilinə ham barəsində barə sözü bar sözündən, barmaq, varmaq, barə, dərbariye. Bu söz var sözündən düzəlibdir. Var ki, çevrilir var, görürsünüz ki, biz burada bar oxuruq. Var olubdur. Bar da gedibdir dərbari, yəni bir şey ki vardı onun haqqında. Onu düzəlibdir. Mübarək tilinə ham barəsidə qarğış ötüb irdi. Bu səbəbdən anın rəngi bəyaz savdağa mübəddəl bulub. Anın rəngi bəyaz, özü deyir ki, ağ idi, amma sevdağa, savadğa. Savad yəni qərə. Həcərül əsvəddəki var, budandır, qərədir. Ərəbcə sözdür savad. Bizdəki deyirik, savadım yoxdur, yəni qərə yazıları oxuyamırıq. Qərə yazıları savadlıdır, yəni qərələri oxuya bilir.
Savadsızdır, yəni qərələri oxuya bilmir. O savadğa bəyazi savadğa mübəddəl bulub. Yəni onun rəngi ki ağ idi, onu qərə elədi. Belə bir nifrin eləyibdi. Belə bir qarğış eləyibdi. Əslində qarğış gözəldir. Nifrinin yerinə gözəldir. Öz sözümüzdür. Bunlar bizim türkçə sözümüzdür. Bəyazi savadğa mübəddəl bulub, tili şikəstəlik zahir qılıb. Dili də sındı. İndi bu kimdir? Tili şikəstəlik zahir qılıb, fəsahət və bəlağət hilə hülliyyəsidin ari qıldı. Dili fəsahət və bəlağətdən ari qıldı. Adı nə idi? Hamıdır. Ham ikinci uşağı idi, əgər iştibah eləməsəm. Nə idi? Dedi ki, 3 uşağı var idi. Yafiz Türk oldu. Samni ki Əbulfarsıdır, o da Fars oldu. Və Turan Malki oldu. Və Ham Əbulhind. Ham Hindidir. İndi bunu Hindi dilin deyir ki, nə mənə? Qılıb fəsahət və bəlağət hülyəsidin ari qıldı və ovlad və ətbai ki Hindi keşveri əhli bu bulğaylar lonları məktəb əhli məşqi vərəqi dik şəbhə rəng bəlkə şəbgun və tilları ətfalının üçü uşalğan qələmi dik üznaçə əda bilə təhrir və təqrir ziveridin aciz və zəbun qaldılar. Bu dili, Hindi dilin biraz çox aşağı gördü burada. Deyir ki, onu yaza da bilmirlər, danışmaqlarda uşaqlar kimi danışırlar. Bir də burasını oxusaq, ötürək, oxuduq da, ehtiyac yoxdur, bir də oxuyaq. Əhli məşqi vərəqi, məktəb əhli məşqi vərəq, məşq təmrin deməkdir türkçədə. Orduda qabaqcan deyirdilər, məşq eləyək. Yəni, təmrin eləyək, çalışaq. Bir işi təkrar eləyək, dalbadal görək ki, onda məharətimiz olsun. İndi mən məşq edirəm, türkçə dilin məşq edirəm. Yəni, hər cələsə çalışıram ki, türk dilini oxuyam və bunda bir məharət ələ gətirəm. Vərəqi dik şübhərəng yəni bənzər, bəlkə şəbgun ki deyirlər, indi bu şəbgün kəlməsindəndir, yəni şəb gecə, gün, yəni biz günü 24 saat bilirik da, yəni məsələn deyək ki, gün çıxandan yenə də sabah gün çıxana qədər bir gündür. Günlə hesablayırıq, yəni günün çıxmağı ilə yenə bir batacaq və yenə çıxacaq bu dolanmağa, yəni deyək ki, buradan başladı, gün çıxdı, getdi, yenə gəlir, yetişir bura. Bura yetişəndə bir gün olur. Bu günün gecəsi var, günüzü var. Şəbgün, yəni günün gecə çağı. Şəbgün. İki ögədə farsda olub şəbqun deyə yazılıbdır. Gün sözüdür, gedib şəbgün. Biz c deyirik, onlar q deyirlər, fərqi buradadır. Din əhali məşqi vərəqidin şəbhərəng bəlkə şəbgün və tilləri ətfalının üçü uşalğan qələmidin özqacə əda bilə təhrir və təqriri ziveridin aciz və zəbun qaldılar. Ansız həm, ansız, yəni burada bir dənə 3 dənə nöqtə qoyubdur, o oxunmur. Ansız, yəni osuz. Osuz da, ansız həm bulmağay kim birar və vərəq vərəq yüzünü mürəkkəb qərası üzü yüzları səhifəsi dik
qəra qılmaq, qırmaqlar, qəra qırmaq, yəni səfhənin üzünü qəra qırırlar da, onu istəyir desin ki, mən üstə tövzih verdim ki, savad nə deməkdir, onu deyir. Səfhəsi idi qəra qılmaqlar və öz tilləri şikəstə qələm tili belə əda itmaqları da, amma o səfərgəmin üzləriydin özünə kişi bilməz və ol kəlaq palarını ol səvad əhlidin özünə birad oxumaz yəni və fəhm qılmaz, düşünməz də çün ərəbi til və məqal bilə kəlam və hindi əlfazı bilə müzəxrəfat nafərcam biri qayət şərəf və ülüv mənzilə din və biri nəhayət nühusət və dənüv mərtəbəyi din. Dəni sözü dənüv, danmaq sözündən gəlir, ehtimal verirəm, dənüv. Dənü mərtəbədin aradin çıxdılar, qaldı türkü əlfazı bilə məqsud ədası və farsi ibarət bilə kəlam mənası andaq məlum bulur ki türk sart din tiz fəhm raq və bülənd-idraç raq. Pəs andan məlum bulur ki türk sartdın tiz fəhm raq və bülənd-idraç raq və xilqəti saf raq və pak raq. Məxluq bulubdur. Məxluq bulubdur, yəni məxluq olubdur. Görürsünüz ki, həm türk insanı tiz fəhm raq və bülənd-idraç raq və xilqəti, yarandışı saf raq və pak raq məxluq bulubdur və sart türküdin təəqqül və ilm dadqın raq. Dadqın yəni şirin, dad sözündəndir da, dad gedib farsi olub dadən. Dad biz hər şeyi dadarıq, dilimizlə, ağzımızla dadarıq. Tuşdur, şirindir, acıdır, hər nədir də onu dadarıq. Hətta soyuqdur, istidir, bunları dadırıq, dadmaqla bilirik. Bu sart sözü nədir, onu bilmədim, düzünü axtarsaz. Və sart türk din təəqqül və elmi dadqıraq, dadı çox, dadqıraq və kəmal və fəzli fikrəti də əmiqraq zuhur qılıb. Görürsünüz, belə bir düşüncə var imiş türk insanında. Zuhur qılıbdır və bu hal türklərinin sidq-u səfa və tüz niyyəti, düz çevrilir də, bunu dəfələrcə danışmışıq. Sidq-u səfa və düz niyyəti din və sartlarının sart nə deməkdir? Və sartlərinin elm-u funun-u hikməti din zahirdir və durur. Və lakin tilləri da kəmal və nöqsan heysiyyətidin fahiş təfavütlardır ki, əlfaz və ibarat vəz qılır da. Türk sartqə faiq gəlib, sart ehtimalən, sart deyə bir tarixdə bir şey oxumuşuq. Qoy, mən bunu görüm, nə mənə gətirir bu şey. Sart əski türkcədə nə hangi anlamı? Hangi anlamları daşır? Sart türkcədə və Osmanlını bu səfər 3 dəndəli sığla yazıbdır. Türkcədə bir çox mənidə kullanmışdır.
aşağılamalarını cami aşıqlamalarını aman açıqlamalarını aşıqlama yazıbdır. Cami və doğru şəkildə aşanda gətirmişəm. Aşağıda qələt yazır nədən isə. Sart, səhralı, çöldə yaşayan. Sart bir dənə də qovmu vardı, bilmirəm tarixdə. Bunu mən yadıma gəlir, istirdim görüm ona nə işarə edir. Osmanlı mutunlar Sart bazı yerlərdə buğdaq, çöllərdə yaşayan qullar və çölbaşı taif üçün işlənib. Taifələri üçün işlənib. Sart, Asiya, orta öyrənməkləri, şəhərli türk-fars həmcins güruh. Tarix mənbələrdə xüsusən Teymuri və Çağatay və Osmanlı asarında şəhərli müsəlman bazarlıq və ticarətləçə xəlq, fars dil, türkməniş artıqın şəhri cəmaət. Minalıq əvvəlin mənası budur. Böht könül tuta, oturub şəhər adamı mənisini daşır. Sart nə deməkdir? Bizansda qalma türdə. Tamam, bu da qalma törədə. Sart o da elə Bizansıdan bir şeydir. Yıblaq, köçməyə zid yerləşən adam. Tərk göçmələrin köçmə olacaqdır müqabilində. Türk köçmələrin müqabilində Sart yerləşən xəlqə deyilirdi. Və Sart onlar ki bir yerdə otururlar, məsələn kəndlilər, şəhərlilər, köçmə də ki köçmədir. Əlbəttə burada göçmə yazıbdır, bunları biraz şey olubdur, nədənsə. Sart hər halda bir qavum adı, etnik istilah. Qıpçaq, Qazaq, Qırğız mənbələrdə yablaqlara yerləşənlərə Sart dərmişlər. Sart, sərt sözü də bəlkə bundan düzəlib dil onda. Sart, yəni bir yerdə yerləşib qalanlar. Məsələn, biz köçdük, Təbrizdə qaldıq, məsələn, bir müddət. İndi Kanadada qalırıq. Bu, yerləşib qalanlar. Osmanlıda istilah mənisi Sart, Buxarlı, Səmərqədləndi, Buxara havası insan. Yenidən yazmalarda əski Çağataylı şəhər adamı. Mənfi mənada bazıda yerlər. Tamam, bunları ötürək geçsin. Biz oradan ki lazım idi, bildik Sart bir şeydir. İndi bunu bir də oxusaq, nəzərə belə gəlir ki, məlum bulur ki, Türk Sart din. Türklər Sartdılar. Sart yəni şəhərnişin. Andan məlum bulur. İndi buradan biraz da üstlükdən oxusaq, bu cəhal yaxçı olar. Hindi əlfazı bilə müzəxrəfat nafərcan, biri qayət şərəf və ülüv mənzələdin və biri nəhayət nühusət və dənüv mərtəbədin aradın çıxdı. Aradan çıxdılar. Biri çox aşağı, yəni hindi dili və biri çox yuxarı, yəni türk dili. Aradan çıxdılar, yəni ortadan bunlar çıxdılar. Görşəndilər, arada çıxdılar bunlar ortaya. Aradan çıxdılar. Qaldı türkçə əlfazı bilə məqsud ədası və farsi ibarət bilə kəlam mənası andaq məlum bulur ki, türk ondan, andaq ondan məlum bulur ki, türk Sartıdın. Sartıdın, yəni şəhərnişindir, oturaqçıdır türk. Bu birinci dəfədir ki, mən bu sözü burada eşidirəm. Türklər hətmən savaşa çıxanda köçməyi seçiblər. Deyir ki, məlum bulur ki, türk Sartıdın. Türklər Sartımışlar, yəni şəhərnişin imişlər, ev düzəldib oturarmışlar, çadırda qalmazmışlar, beləsi deyək. Sart burada ev sahibi olmaq, yəni tikinti sahibi olmaq, obanın tərsinə. Obanın tərsinə, Sart. Sartdın, tiz fəhmiraq.
düşüncəsi səri, tiz fəhmiraq və bilən idrakraq və xilqəti safraq və pakraq məxluq bulubdur və sart Türk din, sart Türk din, yəni oturanlar Türkdülər. Yəni ev sahibi olanlar, kət sahibi olanlar, şəhər sahibi olanlar, mədəniyyət sahibi olanlar, uyğarlıq sahibi olanlar türklərdilər. Sart Türk din, təəqqül və elm dadqıqraq. Türklər təəqqül və elm dadlıqraqdılar və kəmal və fəz fikrəti da əmiqraq zuhur qılıb. Bunlarda düşüncə, fəzl-ü kəmal da əmiqraq zuhur qılıbdır və bu hal türklərinin sidq-u səfa və düz niyyətidir. Düz niyyətidin və bunlar sidq-u səfa və düz niyyətlidirlər türklər. Türklər sidq-u səfa və düz niyyətlidirlər. Və sartların elm-i funun-u hikmətidin və bunların şəhərləri ya oturduqları və sartlarının, yəni bunlar oturan yerlər, türklər elm-i funun-u hikmət din, yəni hikmətdən, nəinki din anlamında deyil, hikmətdən zahir durur və lekin tilları da, bunların dilləri də və lekin tilları da kəmal və nüqsan heysiyyətidin fahiş təfavütlardır. Deyir ki, bunların dilləri də kəmal və nüqsan heysiyyətindən fahiş təfavütları var. O birisi ki, əlfaz və ibarət vəz qılır da türk sart qə faiq gəlib. Əlfaz və ibarət vəz qılır da, yəni bunlar türk dili eləyə bilir ki, əlfaz və ibarət düzətsin. Vəz qılmaq yəni düzəldir. Da tərk sart qə, türk sart qə faiq gəlib. Türk mədəniyyətə əgər sart mədəniyyət məni eləsək ya uyğarlıq, tikinti uyğarlığı, saxtısaz uyğarlığı, şəhərçilik, memarlıq uyğarlığı desək, daha yaxşı gələr. Türk sartıqə faiq gəlibdir və öz əlfazı da işarət ibarətiqə məziyyətlər görükür və pütür, yetür olacaqdır və yetür ki, pütür də olsa, yəni bitir, bitmək, pütür ki, öz məhəllidə inşallah məzkur bulğay. Bunu da deyir öz yerində, öz məhəllidə inşallah məzkur bulğay yana türkünün mülayimət təbinin sartıdin artırlığı və artırlığına. Çox gözəl burada. Bu günləri Allaha şükür olsun nəzərimə gəlir ki, mən bunu dahi bu kitabı yəni rahatca oxuram və düşünməsi də mənə biraz Allah lütf edir, rahatlaşır. Bulğay yana türkünün mülayimət təbinin sartıdin artığılığı delili mundin vazih rak və şahidi mundin layih rak bula alır. Bu iki taifənin yigiti və qarısı, yigit oğlan, icid, qarısı xanım tayfası, qız tayfası. Çox gözəl işlədibdir. Bu bizdə işlənirdi. İcid və qarı. Çox gözəl. Əlbəttə, indi birinə deyəndə qarı deyirlər ki, yəni qarı əldə qırışır. Məsələn, hamamda çox qalırsan, əlzat qırışır, dabanzat qırışır. Ona deyir qarıyibdir. Üz ki, biraz, məsələn, mən dünən bir xanım gördüm. Fikrim üzündə bir 500 dənə qırışıq var idi. Yəni fəqət üz deyəndə qırışıq idi. Yəni ayrı bir şey yox idi. Üzdə məsələn burun, gözün qıraqları, dodaqlar hamısı qırış idi. Əlbəttə yaşı da çox idi, amma çox qırış idi. Yəni əcib belə qırış idi. Məsələn buna nə deyirlər? Qarımaq, qarıyibdir. Yəni
qırışlaşıbdır. Qırışmaq. İndi bunu mən nə cür deyim? Mən bilmirəm ki, nə cür deyim ki, zehinlərdə çıxsın. Hər halda bir də dilimiz qarıyar. Yəni məsələn, çal xurmalı yeyəndə dil qarıyar. Yəni dil bitir ki, xışar bitir olar. O da orada qarmaq da ona deyirlər. Büzüşmək, qarışmaq. Əgər farsça desək, aha, bu indi tamam şey oldu, bu oldu qarıdı. Yəni o saflığı aradan getdi. Bu saf idi. Bu aradan getdi. Aha. İndi bunu belə tutanda bu qırışdı. Ha, adam da beləsi olur. O bir dənə belə misal tapdım. Məhəllidə inşallah məzkur bulğay yana Türk'nin mülayimət təbinin sartidin artıqlığı dəlili. Yəni o dilinin artırmasının ya şəhərliyinin artırmasının dəlilidir. Mundin bundan onun dəlilidir. Və vazihraq və şadi və şahidi və vazihraq və şahidi mundin bunun şahididir. Layihraq. Layih nə deməkdir? Bunu yazın. Mən bu kəlməni bir soruşum görüm ki, layih nə deməkdir? Görün buna bir şey yazabilir. Layih Osmanlı Türkçəsində layihə ərəbi əsli bir də kəlmədir və Türkcədə və Osmanlıda bu məniləri daşır. Hər hansı bir rəsmi sənədin, qanunun, müahidənin və ya əmirnamənin pişnevis ibtidai şəklini ifadə edər. Misal, layihə qanun o anlamda deyil. Burada ya da Osmanlıda layihəcin də o anlamda deyil. Fiqh və təsəvvüf mütunlərində layihə bizə yerlərdə kütah yaddaşt, nüktə, xətt, işarə, ehtimalən bunlardan olacaq xülasə. Layihə, tozihnamə, nadir, nüktə, yaddaşt. Tamam, burada o məna ki istəyirəm, o gəlmir. Ona görə mundən layihraq bulalur. Mukim layihraq yapışılan. Məncə layihraq ilhaq kimi kəlməsindən layihə. Layihə də elə olur da, yəni yapışır. Layihraq bulalur. Bulalur. Mukim yəni burada. Bu iki taifənin yigiti və qarısı bəlkə uluqdin, uluraq, yəni böyük. Ulu kəlməsi, məsələn biz uşaqlıqda çilinci ağac oynurduq. Pildəstə, çilinci ağac, kətlərdə çilinci ağac deyirlər, Təbrizdə pildəstə deyirlər. Ağacı qoyurduq, bir belə ağacı kəsirdik, uzun ağacından vururduq, gedirdi. O adam ki udurdu, sonunda o ulamağa məcbur olurdu. O ulamaq, yəni uzun nəfəs çəkirdi. Hətta canavarın da ulamağına ulamaq deyirik. Bu uzun olduğu üçün ulamaq deyirik. Ulama bir də məsələn bir ağaçdır uzun ki oradan ağaca çıxamırıq ya qocalmışıq ya hər nədən dolayı ağırıq filan ağaca çıxmırıq ya xətəri var ağaca çıxsaq düşərik, ölərik. Ona bir ağac var idi, uzun ağaclar kəsirdilər, ona ulama deyirdilər ki yetişsin ağacın başına, məsələn girdəkan ağacının başına. Ona da ulama deyirdilər. Dahi ulu da böyük adamlara da onlar ki düşüncələri böyükdür, ağılları böyükdür, ya idarə sistemdə böyükdür, onlara da ulu deyirdilər. İndi burada onu deyir ki, uluraqdin və bu iki taifənin yigiti və qarısı bəlkə uluqdin. Uluqdin yəni böyükdülər. Kiçik barisi arasında, kiçik barisi barmaq şeydən, kiçik barisi arası da İxtilat ələs-səviyyədir. Kiçikləri arasında barmaq dedik, var olmaq. Barə sözü də dedik, buradan gəlir, gedib farsıya. Barmaq, yaşamaq. Kiçik barısı arası da İxtilat ələs-səviyyə. İxtilat, yəni gəlged, alver, düşüncə, danışma. Bunlar ixtilat olur. İxtilat ələs-səviyyədir. Hər miqdar ki, bu birinin ol biri bilə
o biri bilə amizeş və güftügüzari bar ol birinin həm bu biri ilə həmanca yəni həmanca təkəllüm və güftari var və sart arası şəhərlər arası, kətlər arası və sart arası da əhl-i təb u daniş və zümri ilm u zehn u biniş köpraq dedik ki, yəni çox köpraqdır və türk eli da burada yəni el, millət də ərəbcə sözdür, Farsa taza giribdir, çünki farslar heç vaxt millət olmayıblar. Onun üçün bunlarda millət sözü iki nöqtəli T ilə uzun T ilə yazılanda taza sözdür. İki nöqtəli T ilə Həsən, yəni namə heyi yazıla, üstünə nöqtə qoyula, bu millət din anlamındadır. Farslar belə düşünürlər. Bizdə bu yoxdur. Biz üçün həmişə millət olmuşuq. El deyə millət, yəni el, yurt deyə, yəni vətən. İndi hətta yurt gedib Türkiyədə, məsələn, o şey ki, Farsda xabqah deyirlər, xabqah danışıyor, məsələn, ona yurt deyirlər. Niyə? O yerdir ki, orada yaşır o uşaq. Hər yerdən gəlir, gəlsin, oranı yurt bilir, yəni vətən bilir özünə. Vətən anlamındadır yurt. El də millət anlamındadır, Türkçədə. Gəldik, xara yetişdik. Dedi ki, güftügüzari bari ol birinin həm bu biri ilə həmanca təkəllüm və güftari bar və sart ərası da əhl-i təb u daniş u zümri ilm u zehn u biniş köpraqdır və türk ili da əclaf və sadə il sart din. Əclaf nə deməkdir? Əcəba əclaf nə deməkdir? Əclaf Osmanlı, düz yazdı Osmanlının sonunda, ərəbi əslidir və klasik mütunda böyle məniləri vardır. Əclaf, pəst təbəqə, əvam, adamının adı təbəqəsi, adi təbəqəsi, yenə iştibah yazıbdır. Osmanlı və ərəbi mənabeydə əclaf, cilfin cəmi. Cilf da biz yəni filanca cilfdir. Yəni ki, aşağıdır. Cilf söz buradan gəlir bəs. Və cilf xuşunətli, törd, nazik olmayan, ədəbsiz, əvam. Hə, tamam, bu cilf elə bizdə bu anlamda işlənir. Əclaf da yəni cəmi cilf. Təbrizdə bu cilf sözü işlənir. Hara yetişmişdik? Dedi ki, əclaf və türk ilidə əclaf və sadə il sart din ziyadədir. Amma türkünün uluq din kiçiyinə dikincə və nökər din bikina dikincə sart tili din bəhrəməndürlər. Andaq kim? Ancaq. Burada ancaq kim? Öz huzda həvaliğə görə ayta olur. Mən fikirəm ki, baxım görüm, 1 saat yarımdır elə bunu oxuruq. Bu kitab çox oxumalı bir kitabdır. Mənə çoxlu məlumat verdi türk dilindən, türk millətinə görə. Bunu oxumalıdır 18 səhifəni. Mən 4-cü səhifədə yetişmişəm və 1 saat yarım çəkib. Əlbəttə, kitabın mətnində çoxdur. Bunu deməliyəm. Və türk ili də əclaf və sadə il sartdan ziyadədir. Adamları sadə burada çoxdur. Cilfı da çoxdur. Əclafı çoxdur. Amma türkünün uluq din kiçiyinə dikincə və nökər din bikina dikincə. Bunları biraz ayrılın bilmədim. Ökərdin, nökərdi. Nökərdin bini da yenicə
Aha, burada ehtimalən bu kilər n oxunacaqlar ona görə. Uluqdin kiçicina na yenicə və nükərdin bini da dikincə sart tilidin bəhrəmənd durlar andaq kim ancaq kim öz hüzda havaliğə görə ayta olurlar. Ayta nə deməkdir? Getdikcə lüğətlər biraz çoxalır və mən də biraz yoruldum. Dostlar, çox bir gözəl kitabla tanış olduq. Allaha min mərtəbə şükür olsun, bu günləri məni bu kitaba ürcah elədi. Bu kitabı mən öz-özümə oxumalıyam. Bu 18 səhifə çox bir ağır bir şey deyil oxumağa. Bəlkə 2-3 saata biraz da adət eləsəm, 2-3 saata oxuyaram. Bunu 10 saata da oxusa adamın ərzişi var. Bunu oxuya, tazaşdan bir serdə oxuya, tazaşdan bir serdə oxuya. Bunun o rəmz-razların həll eləyə və öyrənə ki, burada nələr deyirlər. Çox gözəl bir kitabdır hər halda. Allaha şükür eləyək, bu günləri bizi Türk dünyası, Türk insanı yaratdığı bir fərqli kitabla ki, Əli Şir Nəvai zamanında ya o yazıb ya o yazdırıbdır. Çünki burada dedi ki, özü yazıbdır. 18 səhifədə Muhakimətül Lüğəteyn adında bir kitabla tanış olduq ki, Əli Şir Nəvai zamanında, yəni bugün Əfqanistan deyiləndə Qəndaharda və ya o birisi şəhərin adı yadıma gəlmir, orada hakimiyyət qurublar. Qoy bunu yazaq, soruşaq ki, harda Əli Şir Nəvai haqda bir tozih versin, görək ki, nə deyir? Harda? Əfqanistanın harasında bunlar hökumət eləyiblər və türk dili haqqında çox dərin kitablar, gözəl kitablar yazıblar. Əli Şir Nəvai Çağatay, Əli Şir Nəvai Türk İslam dünyasının öndə gələn şairi, dövlət adamı və fikir ədibidir. Çağatay ədəbiyyatının Çağatay yazıb Cığatay ədəbiyyatının önür və qəl'əsi hesab olur. Əli Şir Nəvai kimdir? 1441 Həratda, Latin yazıbdır da, bu il miladidir. Həratda doğulubdur, vəfatı 1501-də 60 il ömr eləyibdir. Həratda ölübdür. Həratda doğulub, Həratda ölübdür. Hərat Türk dövlətinin mərkəzidir, Türk torpağıdır. Dönəmi Teymurilər zamanında əsl adı Nizamiddin Əli Şirdir. Ləqəbi təxəllüsü Nəvai, yəni nəğmədar, avazi, əhl-i musiqi və nəvadir. Nəvai. Tamam, buradan geçək, gedək. Mən gərək hey buna aha, burada asarı, yazdığı kitablar. Muhakimətül Lüğəteyn. Görək ki, bu Muhakimətül Lüğəteyn, mən bunu buradan götürüm. Bu Muhakimətül Lüğəteyn kaç səhifədir deyə soru soruşaq. Görək ki, bunun neçə səhifəsi vardır. Yəni, heç olmasa bir məlumat versin. Görək ki, bu 18 səhifədən ibarətdir, yoxsa çoxdur. Bəstəci bə nüsxə-i Kitab-ı Muhakimətül Lüğəteyn əsəri Əli Şir Nəvai دارد. deyir ki, bu nüsxələri fərqlidir. در منابع مختلف متفاوت گزارش در یکی از چاپ‌ها عنوان شده که 85 صفحه محاکمة اللغتین 85 صفحه است، ولی یک چاپ انتقادی ترجمه به انگلیسی لاتین با مقدمه و پاراگرافی 92 صفحه‌ده. تمام بود. اگر بخواید میتوانم برایتان چند نسخه متفاوت با تعداد صفحات دقیق ارسال. بله. کوی buna bəli yazaq, göndərsin, görək ki, nə deyir. Görək ki, Türkçədə niyə yazmadı? Keçdi farsçaya. Görək ki, bu kitabların 18 səhifədən çoxdur, yoxsa nədir? Onu bizə gətirsə çox yaxşı olar. فهرست نسخه مهم و اطلاعات صفحات را برایتان جمع کردم. خلاصش اینطور است. مهمترین نسخه ها و چاپ. هاردادی میر علی شیر نوایی
Muhakimetül Lügateyn tercüme intişarat Berlin Biril R. De Brooks چاپ معتبر انتقادی انگلیسی 1966 Biril. این نسخه مرجع اکادمیک است و در فهرست‌های کتابشناسی به عنوان چاپ بریل ذکر شده است. تعداد صفحات فهرست گوگل بوک برای این چاپ 85 səhifə yazıbdır Google Book'da. Yəni Google Book'dan indirmək ehtimalən olar. Məqalat tərcüməهای cüz'i منتشر شده در مجله. بخش‌هایی از ترجمه دراکس قبلا در مجلات علمی منتشر شده اند. دو قسمت در دی Muslim World burada çap olubdur 1964-65-ci illərdə kamil نیستند اما ترجمه akademik متن را در دسترس می‌گذارند. چاپ‌ها ترجمه فارسی و ترکی فارسی و فارسی ترکی ایران ناشر محلی. چندین چاپ ترجمه فارسی یا ترکی آذربایجانی وجود دارد که معمولا متن قاطاچای آوانویسی ترجمه را نیز ضمیمه می کنند. تعداد صفحات در این چاپ ها متفاوت است بسته به پیوسته ها که o da 80 ilə 150 arasında şey oldu. Burada Farsiyə tərcümə ediblər ona görə. Cəmbəndi کوتاه. اگر دنبال یک نسخه آکادمیک مرجع هستید چاپ فلان معدود 85 səhifəlikdir. اگر دنبال ترجمه فارسی که istəmirik o da 85 صفحədir. نسخه 1901 ilə به اطلاعات کامل بیوگرافیک و لینک گوگل بوکس بگذارم. Qoy bunu deyək ki, göndəririk. Acaba burada gətirirmi? Bunu salmaq olar. 85 səhifədir. Əmirəli Şirinəvai. Go to Google Play. فرهاد و شیرین محاکمت اللغتین gətirdi. Görək ki, burada Əmirəli Şirinəvai search Əmirəli Şirinəvai import preview unavailable satmaq üçündür bu kitab, onun üçün qoymur. Adobe by print burada da istəyir ki alasınız, Amazondan da alasınız. Görək bunu neçəyə qoyublar Amazonda yoxdur. Bu kitab orada yoxdur. Hər halda buradan çıxaq. Çox gözəl. Allaha şükrlə bu günü də qutaraq. Çox sevinirəm sizə can